Bir ara Kəramət Böyükçüllə sosial şəbəkələrdə bir-birinizə atmaca atırdınız, həm də tənqid edirdiniz. Amma bir müddətdir ki, dayanıb. Mən atmaca atmamışam. Şey də söz də atmamışam. Baxın, varsa mənə də maraqlıdır. Yəni ona görə yox, mən yəni mən hər mənə söz deyənə deyir, hər sənə daldan daş atana fırlanıb baxsan, qabağa gedənməsən. Kəramət birinci deyildi, axırıncı da deyil. Yəni indi o deyirlər, danışırlar. Təbii ki, xoşdurmu? Xoş olmur. Kimsə bütün gün səndən yazsın, şər, böhtan, iftira. Yəni söz gəlişi də. Mən məsələn istənilən bir şeyində məhkəməyə də verə bilərdim, filan da eləyə bilərdim. Hətta bir də hazırlamışdım. Sonra ortaq dostumuz var idi. O dedi ki, boş ver zat, yaxşı, o da bizim dostumuz. Eləmədim. Məhkəmədə vəkillə zadla danışmışdıq, hazırlatmışdıq sənədlər. Onu da niyə məhkəməyə vermə? 1 manat qoyacaqdıq və deyəcəm ya təqzib elə, ya 1 manat ver. Niyə? Sübut elə də dediyi. Düz çox fikir verməm və mən çalışmışam cavab verməyim. Axırda məni də məcbur elədilər ki, yazır, eləyir, kanal da açıb, ya dedim gəlsin müsahibədə, gəlsin dedim, yaxşı. Gəldi müsahibə verdi, sonra getdi, ondan sonra gəlmir müsahibəyə. Sözüm var, gəl otur yenə qabağımda, sual ver, cavabı var. Məsələn üçün də. Bir dəfə gəldi müsahibə elədi, o müsahibədə var sosial şəbəkə. İstədiyi sualı ver. Hətta bizim rəqib partiyalardan da suallar vermişdilər ona ki, bunlar verərsən, eləyərsən. Tam hazırlıqlı gəlmişdi, amma indi məsələn o baxımdan mənim problemim olmuyor. Buradan bir daha təkrar edirəm. Mənim ümumilli liderim Məhəmməd Peyğəmbərdir.